Dostlar salam. 50-dən çox mənbədən istifadə edərək hazırladığım bir videoda qarşınızdayım. Bu videoda sizə icra hakimiyyəti sistemində ən yeni hesab edilsə belə, əslində ilk dəfə dövlət müstəqilliyimizin bərpasının ilk illərində ortaya çıxmış siyasi institut olan Azərbaycan Respublikası Prezidentinin nümayəndəlikləri haqqında sizə məlumat verəcəm. Bu tip məlumatlarla zəngin, amma lakonik izahları olan videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub bildirişləri açmağı unutmayın. Əvvəlcə onu qeyd edeyim ki, ölkəmizdə Prezidentin nümayəndəlikləri institutu iki fərqli dövrdə mövcud olub, iki inkişaf mərhələsi keçib. Birinci mərhələ 1992-94-cü illərə əhatə edir və ilk növbədə ölkədəki gərgin vəziyyətdən çıxış yolu tapmaq məqsədi ilə ortaya atılmışdı, tətbiq edilmişdi. Həmin mərhələdə həm regionlar üzrə, həm də xüsusi məsələlər üzrə nümayəndəliklər yaradılmışdır. Əvvəlcə bu dövrə bir qısaca nəzər salaq. Deməli, 1991-ci ilin oktyabr ayında sosial-iqtisadi şəraitin mürəkkəbliyini, böhran vəziyyətindən çıxmaq üçün təxirə salınmaz tədbirlər görməyin, tezliklə bazar iqtisadiyyatına keçirilməsini təmin etməyin və idarəetmə sistemini təkmilləşdirməyin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Prezidentinə əlavə səlahiyyətlər verən bir müvafiq qanun qəbul edib. Həmin qanuna uyğun olaraq dövlət başçısının, yəni Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1992-ci ildə verdiyi fərmanla ölkənin qərb rayonlarını əhatə edən ərazilərdə müvəqqəti olaraq prezident idarə üsulu tətbiq edilməyə başlanıb. Və həmin əraziləri idarə etmək Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsinə həvalə edilib. Əlisahib Orucov Azərbaycan Respublikası Prezidentinin ilk fövqəladə səlahiyyətli nümayəndəsi təyin edilib. Ona öz aparatını yaratmaq səlahiyyəti verilib. Fərmanın birinci hissəsində göstərilən şəhər və rayonların icra hakimiyyəti orqanları da Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsinin tabeçiliyinə veriliblər. Dövlət başçısının 7 aprel 1992-ci ildə verdiyi həmin o 650 nömrəli fərmanla həmçinin Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi haqqında əsasnamə də təsdiq edilib. Əsasnaməyə görə fövqəladə səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilirdi, ona hesabat verirdi, öz işində onun qarşısında məsul idi. Fövqəladə səlahiyyətli nümayəndə öz səlahiyyətləri hüdudlarında sərəncamlar və əmrlər verə bilirdi. Onun şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə ona tabe olan təhlükəsizlik xidməti yaradılırdı və fövqəladə səlahiyyətli nümayəndənin özünə də tabel silahı gəzdirmək hüququ verilirdi. Dostlar, onu da nəzərinizə çatdırım ki, Əlisahib Orucov o vaxtda həm də Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. Hansı ki, bu da onu Azərbaycan Respublikası Prezidentinin hazırda fəaliyyətdə olan xüsusi nümayəndələri, səlahiyyətli nümayəndələri bunlardan fərqləndirən əsas cəhətlərdən biridir. Yəni, Əlisahib Orucov həm Prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi idi, həm də Baş nazirin müavini vəzifələrini icra edirdi. Daha sonra Surət Hüseynov onu bu vəzifədə əvəz eləyib və 1993-cü ilin fevral ayında isə həmin vəzifə və onunla bağlı strukturlar, yəni fövqəladə səlahiyyətli nümayəndənin aparatı yaradılmışdı, təhlükəsizlik xidməti yaradılmışdı, bunlar hamısı ləğv edilir. Bunun ardınca, 10 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 300 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini daha səmərəli təmin etmək məqsədi ilə Prezident adından Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə çıxarılmaq üçün təqdim olunan qanun layihələrinin müzakirəsi zamanı müəyyən vəzifəli şəxslər Prezidentin Ali Sovetdə rəsmi nümayəndəsi kimi çıxış edə bilərdilər. Bu da bir növ nümayəndəlik institutuna nümunə kimi hesab oluna bilər, amma həmin vəzifəli şəxslər, həmin şəxslər rəsmi olaraq nümayəndə vəzifəsi tutmurdular. Yəni, Prezidentin xüsusi nümayəndəsimi və yaxud da Prezidentin səlahiyyətli nümayəndəsimi, yəni bu adda bir vəzifə tutmurdular. Sadəcə olaraq qanunvericilik aktlarının müzakirəsi zamanı, Ali Sovetdə müzakirələr zamanı Azərbaycan Respublikası Prezidentini orada təmsil edirdilər. 93-cü ildə nümayəndəlik institutunda daha bir yenilik olub. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 93-cü il tarixli 441 nömrəli fərmanına əsasən
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsi ilk dəfə təsis edilib. Və bu vəzifə Azərbaycan Respublikası Ali Sovetinin sədrinin o zamanki müavini olan Afiyəddin Cəlilova həvalə edilib. Prezidentin 2 fevral 1993-cü il tarixli 442 nömrəli fərmanına əsasən də Naxçıvandakı səlahiyyətli nümayəndə haqqında əsasnamə təsdiq edilib. 94-cü ilin martın 31-də isə bu vəzifə ləğv olunub. Yəni bu vəzifədə digər o vaxtki nümayəndəliklər kimi qısa müddətli, qısa ömürlü olub. Müstəqilliyin ilk illərində yaradılan nümayəndəliklərdən ən sonuncusu isə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1993-cü il tarixli 505 nömrəli fərmanı ilə yaradılan Kəlbəcər rayonunun müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi olub. Vahid Həsənov bu vəzifəni tutan yeganə şəxs olub və həmin ilin noyabr ayında bu vəzifədə ləğv olunub. Beləliklə, birinci mərhələdə yaradılan bütün nümayəndə vəzifələri hamısı müvəqqəti xarakter daşıyıb və 1 il yarım, 2 il sonra ləğv olunublar. İndi isə keçirik ikinci mərhələyə. Bu mərhələ 2019-cu ildə başlayıb, amma 2021-ci ildən bu yana daha sistemli xarakter daşıyır. Gördüyünüz kimi 94-cü ildən 2019-cu ilə qədər 25 il ərzində ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin xüsusi və yaxud da səlahiyyətli nümayəndəliyi adlanan bir vəzifə olmuyor. 2019-cu ildə ilk olaraq Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilib. Xələf Xələfov həm Azərbaycan Respublikası Xarici İşlər Naziri müavini vəzifəsini, həm də bu vəzifəni icra edib. Amma 2023-cü ildə həmin vəzifə ləğv edilir. Xələf Xələfov Azərbaycan Respublikası Xarici İşlər Naziri müavini vəzifəsindən də azad edilir. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilir. 2020-ci ildə isə Azərbaycan ordusu Cənab Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda 44 günlük müharibədə, Vətən müharibəsində qələbə qazandıqdan sonra işğaldan azad edilən ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidən qurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi, habelə idarə etmədə çevikliyin və səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2021-ci il tarixli 1252 nömrəli fərmanına əsasən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılmağa başlayıb. Fərmana əsasən xüsusi nümayəndəlikləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən müvafiq ərazidə dövlət başçısını təmsil edən və birbaşa ona tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. İşğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikası Prezidentinin ilk xüsusi nümayəndəsi Şuşa rayonunda xüsusi nümayəndə təyin edilən Aydın Kərimov olub. 2021-ci ilin fevralın 4-də həmin nümayəndəliyin strukturu və ştat vahidlərinin sayı təsdiq edilib. Həmin gün həm də 1280 nömrəli fərmanla Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamədə təsdiq edilir. Əsasnaməyə görə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunan ərazilərdə həmin əsasnamə ilə müəyyən olunan vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezident Administrasiyasının struktur bölməsidir və Bakı şəhərində deyil, müvafiq ərazidə yerləşir. Xüsusi nümayəndə, onun müavini, həmçinin xüsusi nümayəndəliyin əməkdaşları hamısı Prezident Administrasiyasının əməkdaşları hesab olunurlar, yəni dövlət qulluqçuları sayılırlar. Xüsusi nümayəndəni və onun müavinini Azərbaycan Respublikasının Prezidenti, nümayəndənin digər əməkdaşlarını isə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəyə təyin və vəzifədən azad edir. 2021-2023-cü illərdə xüsusi nümayəndəlik institutu Kəlbəcər rayonu istisna olmaqla bütün Qarabağ ərazisində tətbiq edilməyə başlanır. 2023-cü ildə dövlət suverenliyimiz tam bərpa edildikdən sonra 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilən ərazilərdə yeni xüsusi nümayəndəlikləri təyin olunur və cədvəldə də gördüyümüz kimi ən son xüsusi nümayəndəlik yenə Kəlbəcər rayonunda yaradılır. Hal-hazırda fəaliyyət göstərən 6 xüsusi nümayəndənin 3-ü
bir neçə rayon üzrə fəaliyyət göstərir. Digər üçü isə hərəsi yalnız bir rayon üzrə fəaliyyət göstərirlər. 2022-ci ildə cənab prezidentin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi Naxçıvan şəhərində yerləşməklə Azərbaycan Respublikası Prezident Administrasiyasının struktur bölməsi olaraq 1994-cü ildə ləğv edilməsindən 28 il sonra yenidən təsis edildi və əsasnaməsi də təsdiq edildi. Həmin fərmana əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikası ərazisindəki fəaliyyətlərini həmin səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməlidirlər. 22 dekabr 2022-ci ildə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. 12 noyabr 2025-ci ildə isə Ceyhun Cəlilov onu bu vəzifədə əvəz edib. Bu ilin iyun ayında Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası qanununa və inzibati yardımçı vəzifənin təsnifat toplusuna edilən müvafiq dəyişikliklərdən sonra Naxçıvan Muxtar Respublikasının da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin timsalında bir ilk yaşandı. Çünki həmin nümayəndəlik Azərbaycan Respublikası Prezident Administrasiyasının tərkibindən çıxarılaraq birinci kateqoriya dövlət orqanına çevrildi. Müvafiq vəzifəni tutan şəxs və onun müavini də artıq dövlət qulluqçusu deyil, siyasi vəzifəli şəxs hesab olunmağa başladı. Dövlət başçısının digər nümayəndələri, yəni məsələn işğaldan azad edilən ərazilər üzrə nümayəndələr, xüsusi tapşırıqlar üzrə nümayəndələr yenə dövlət qulluqçusu hesab edilirlər və yenə onlar hamısı Azərbaycan Respublikası Prezident Administrasiyasının strukturuna daxildirlər. Bununla həm də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi dövlət qulluğunda hələlik ən son ləğv edilən inzibati vəzifə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə ən son yaradılan inzibati vəzifə oldu. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2026-cı il tarixli 703 nömrəli fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyin strukturu və işçilərin sayı təsdiq edildi. Həm də nümayəndəliyin səlahiyyətlərinə onun əsasnaməsinə uyğun olaraq bir sıra dəyişikliklər edildi. 703 nömrəli fərman iyulun 1-dən qüvvəyə minib. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Muxtar Respublikanın dövlət orqanları ilə Azərbaycan Respublikası Prezidenti arasında əlaqələndirici rol oynayır və öz statusuna görə artıq ləğv edilmiş olan Muxtar Respublikanın ali vəzifəli şəxsini əvəz etmir. Azərbaycan Respublikası Prezidentinin digər nümayəndələrinə gəlincə, 2023-cü ilin iyul ayında cənab Prezidentin müvafiq sərəncamları ilə Elçin Əmirbəyov və Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndələri təyin ediliblər. Və bununla da Azərbaycan Respublikası Prezidentinin nümayəndəliyi institutu daha da bir siyasi institut olaraq daha da təkmilləşib və əhatə dairəsi daha da genişlənib. Ən son yaradılmış nümayəndə vəzifəsi isə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsidir. Cənab Prezidentin 2025-ci ilin fevral ayında verdiyi müvafiq sərəncamla keçmiş Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev bu vəzifəyə təyin edilib. Beləliklə, hal-hazırda 7-si regionlar üzrə, 3-ü xüsusi tapşırıq və iqlim məsələləri üzrə olmaqla Azərbaycan Respublikası Prezidentinin cəmi 10 xüsusi səlahiyyətli və xüsusi tapşırıqlar üzrə nümayəndəsi var. Bunlardan yalnız biri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi istisna olmaqla digər hamısı dövlət qulluqçusu hesab edilirlər. Bununla da bu videonun sonuna gəldik. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu dostlarınızla da paylaşın ki, daha çox insan buradakı məlumatları öyrənə bilsin.